Bir neçə saat əvvəl, çox da o qədər deyil, 2-3 saat əvvəl olar, nazirliklərdəki publik hüquqi şəxslərin əndazəni aşan sayda olduğu barədə danışdım və bunların büdcə vəsaitlərini dağıtmaq, mənimsəmək üçün bir vasitə olduğunu dedim. İnanmayacaqsınız, amma operativ reaksiya özünü çox gözlətmədi. Mən özüm də inanmadım, amma hər halda real adam, real telefon, daha doğrusu WhatsApp zəngi ilə müraciət etdi. Həm də bir qədər də əsəbi. Özünü Maliyyə Nazirliyinin məsul əməkdaşı, müşavir səviyyəsində məsul əməkdaşı kimi təqdim edən, adını çəkmədiyinə görə şərti olaraq əsəbi şəxs adlandıra biləcəyim həmin cənab mənim faktları təhrif etdiyimi bildirdi. Söhbət hüquqi şəxslərin yaradılmasının məqsədindən və istifadə təyinatından gedirdi. Cənab bildirdi ki, publik hüquqi şəxslərin yaradılması məqsədi mənim ərz etdiyim kimi deyil. Əsas məqsədlər başqadır və sadaladı. 1. Nazir ya kukladır, gənc və bəzi məsələlərdə səriştəsizdir. Bu zaman o, nazirliyin və komitənin həmin məsələləri idarə edən departamentinin və ya idarənin səlahiyyətlərini kopyalayan publik hüquqi şəxslər yaradırlar və aparat ora təcrübəli canavarları təyin edir. 2. Nazir işini mükəmməl bilir, hətta arxası hardasa təsir edən ölkələrdən birinə bağlıdır, yaxud həddindən artıq peşəkar nüfuzlu şəxsdir. Üstəgəl də ailəyə xəyanət etmir, amma nazirlikdəki qara maliyyə işlərindən çox məlumatlıdır deyə onu bayıra atmaq da çətindir. O ölənə kimi dözmək lazımdır. Misal üçün Səhiyyə naziri kimi. Bu zaman həmin nazirliyin əsas işlərinin kopyasını görə bilən publik hüquqi şəxs yaradırlar. 3. Nazirlik və komitənin çox pul gətirən idarəsi və ya səlahiyyətləri var, amma bu yığılan pullar dövlət büdcəsinə ödənilməlidir. Bu pulların gələn mənbə dairəsini artırmaq lazımdır, amma bunun üçün qanunlarda dəyişiklik edilməlidir. Bu isə həm uzun prosesdir, həm də həmişə uğurlu nəticələri olmaya bilər. Bu zamanda həm pul ödənişi imkanlarını artırmaq və daxil olan pulların büdcədən yayındırılması üçün təsərrüfat hesablı müəssisə olmalıdır. Demək ki, nazirliyin həmin səlahiyyətlərini kopyalayan publik hüquqi şəxslər yaradılmalıdır. Qısası, publik hüquqi şəxslər təsərrüfat hesablıdır, yəni sərbəst şəkildə öz büdcəsini yarada və xərcləyə bilir. Eyni zamanda isə nazirliyin nəzdində yaradıldığına görə dövlət büdcəsinin vəsaitləri də əlçatan olur. Bu o deməkdir ki, publik hüquqi şəxslərin əsas iri xərcləri dövlət büdcəsindən ödənilir, amma gəlirləri də rahat şəkildə ailəyə gedir. Yadınızdadırsa, həmin söhbətdə mən ilin son ayında Sahil Babayevin Maliyyə naziri olaraq İlham Əliyevdən daha əhəmiyyətli adama çevrildiyini də demişdim. Əsəbi şəxs bu hissədə də təhrifin olduğunu söylədi və Sahil Babayevin önəmini dəqiqləşdirdi. Bildirdi ki, Maliyyə nazirini ona görə axtarmırlar ki, o İlham Əliyevdən daha vacib adamdır. Sadəcə olaraq, sən demə, hər kəs ilin sonunda öz büdcəsində saxlaya bildiyi profiti özü yemək istəyir. Yəni, onu növbəti ilə köçürmək lazım gəlir. Bunun üçün isə ən azından 5-10% nağd atqat eləməyi təsdiqləmək lazımdır. İşin əsli buymuş və təhriflərə görə Sahil Babayevdən onun maliyyə sistemindəki korrupsiya sxeminin detalları barədə çıxardığım yanlış qənaətlərə görə üzr istəyirəm.